Cümlələrdən birində adlıq və təsirli halda olan mənsubiyyət şəkilçili isim işlənmişdir. Deməli, adlıq halda olmalıdır, təsirli halda olmalıdır, bir də mənsubiyyət şəkilçisi qəbul eləmiş isim olmalıdır. Zavod rəhbərliyi yeni gətirilmiş aparatda işləməyi bacaran inşaat mühəndisi axtarırdı. Deməli, rəhbərliyi sözündə mənsubiyyət şəkilçisini görürük, isimdir və zavod rəhbərliyi axtarırdı. Yəni mübtəda olduğuna görə deməli adlı haldadır. Yeni gətirilmiş işləməyi bacaran inşaat mühəndisi. İnşaat mühəndisi burada da yenə mənsubiyyətdir. İnşaat mühəndisini axtarır. Bu da qeyri-müəyyən təsirli haldadır. Deməli, düzgün cavab A bənd olacaq. Kitablarım divardakı rəfə xüsusi gözəllik verirdi. Burada kitablarım sözündə mənsubiyyət şəkilçisi var, adlı haldadır. Başqa mənsubiyyət şəkilçili söz yoxdur. Polad dirəklər üzərində dayanan neftçilər şəhəri öz xüsusiyyətlərinə görə dünyada təkdir. Neftçilər şəhəri. Polad dirəklər üzərində dayanan neftçilər şəhəri öz xüsusiyyətlərinə görə dünyada təkdir. Burada neftçilər şəhəri mənsubiyyət var, adlı haldadır. Digərləri isə adlı halda deyil. Məsələn, xüsusiyyətlərinə görə yönlü yanlış şəkilçisini görürük biz burada. Uşaqları kənd məktəbində oxuyurdular. Onun uşaqları mənsubiyyət şəkilçisi qəbul edib adlı haldadır. Kənd məktəbində bu da yerli haldadır. Ona görə şərtə uyğun deyil. Dərdi hamıdan çox olsa da nikbinliyi unutmur. Hər kəsə xoş söz deməyi bacarırdı. Onun dərdi mənsubiyyət şəkilçisi qəbul edib adlı haldadır. Nikbinliyi buradakı təsirli haldadır. Lakin burada mənsubiyyət şəkilçisi olmadığına görə Y bəndi doğru deyil. Düzgün cavab elə A bəndi olacaq. Cümlələrin birində çoxaltma dərəcəli sifət işlənmişdir. Qonaq üçün tünd çay süzüb gətirdim. Burada tünd sözü təklikdə sifətdir və adi dərəcədədir. Tünd çay biz çoxaltma dərəcəsində sifət götürənmərik. Çünki çay isimdir, tünd isə onun müəyyən xüsusiyyətini göstərən sifətdir. Bəzən kəmsavad adamla söhbət edəndə özünü də narahat hiss edirdi. Kəmsavad mürəkkəb sifətdir, adi dərəcədədir. Dünən məhəllədə onu yaxşıca kötəkləmişdilər. Yaxşıca sözü fiili aid olduğuna görə bu zərfdir. Otaq büsbütün ağ rəngə boyadılmışdı. Burada büsbütün boyadılmaq, bu da zərfdir. Yağan yağışın iricə damlaları qapı pəncərəni döyəcləyirdi. Burada iricə sözü çoxaltma dərəcəsində olan sifətdir. Doğru cavab Y bəndi olacaq. Hansı cərgədəki bütün sözlərin yazılışı və tələffüzü fərqlənir? Deməli, müxtəlif sözündə müxtəlif deyirik, qığırdaq deyirik, tərəqqi deyirik. Deməli, elə cavab A bəndi. Tərəfkeşdə fərqlilik yoxdur, həvəskarda yoxdur, virtualda yoxdur. Vəhdət yoxdur, zolaqlı deyirik, seismologiya deyirik. Qabiliyyətdə bir yığınandı, inatdı deyirik. Fotoalbom, burada dəyişiklik yoxdur. Çəltik deyirik, axşamkıda dəyişiklik yoxdur, malikanə dəyişiklik yoxdur. Deməli, dəyişiklik, hamısında dəyişiklik olan A bəndi olacaq. Nümunələrdən birində saydan sonra ismin işlənməsində səhvə yol verilmişdir. Deməli, saydan sonra ismin işlənmə məsələsində diqqət edəcəyimiz məqam təbii ki, onun tək və cəm olması ilə bağlıdır. Məktəbin akt zalında toplaşan 11-ci siniflərə direktoru da uğurlar arzuladı. Yəni, sıra sayından 11-ci siniflər cəmdə işlənməsində problem yoxdur. Həmin vaxt Azadlıq meydanına toplaşan minlərlə insan rejimə etirazını bildirmiş, minlərlə insan təkdə olmasında problem yoxdur, yəni doğrudur. Bu barədə araşdırma aparan bir çox alim bu nəticəyə gəlib ki, bir çox alimlər olmalıydı. Çünki qayda budur ki, bir sıradan sonra təkdə yox, cəmdə olmalıdır. 1000 il bundan əvvəl yer kürəsində həyat tam başqa cür idi. 1000 il, burada problem yoxdur, yəni doğrudur. Həyat onun üçün sehirli bir çıraqdan ibarətdir. Burada da ümumiyyətlə bir sözü say deyil. Yəni burada da problem yoxdur.
Düzgün cavab C bəndi olacaq. Hansı cümlədə feildən düzələn sifət işlənmişdir? Deməli, sifət tapmalıyıq və o da feildən düzəlməlidir. Belə kiçik anlaşmazlıqlar onun hövsələsini heç vaxt poza bilməzdi. Kiçik sözü sadədir. Onun qolundakı yanıq uşaq vaxtlarından qalmış bir xatirəyə çevrilmişdi. Qolundakı, qol isimlə düzəlibdir. Mağazada gördüyü satıcı qız onu uşaq vaxtlarından tanıyırdı. Burada gördüyü feili sifətdir, satıcı isə isimdir, ona görə uyğun gəlmir. Evdəki həşəratlardan qurtulmaq üçün müxtəlif öldürücü vasitələrdən istifadə edirdi. Düzdür, burada evdəki də sifətdir. Digər sifətdə öldürücü sözüdür, amma burada görürük ki, öldürməkdən, yəni öl, sonra öldür, feilindən öldürücü sifəti düzəlib. Deməli, düzgün cavab D bəndi olacaq. Bu dağ kəndində alçaq daxmalar sanki insanı keçmişə səyahət aparır. Alçaq sözü sadədir. Ona görə düzgün cavab D bəndi olacaq. Hansı nümunə yiyəlik hal şəkilçili isimlə başlayır? Yəni isim məsələsi. Hamımızın belə hekayələrini xoşladığını bilirdi. Əvəzliklə başlayıb. Dostun Həsənəli bu xüsusi gün üçün çoxdan hazırlaşırdı. Sənin dostun mənsubiyyət şəkilçisidir. Dostun Həsənəli bu xüsusi gün üçün çoxdan hazırlaşırdı. Burada da sənin dostun deyilik, mənsubiyyət şəkilçisidir. Deməli, burada da yiyəlik hal yoxdur. Həyat təcrübələrinin ən zəngin daşıyıcıları böyüklərimizdir. Burada həyat sözü yiyəlik halda olsa da, şərtdədir, yiyəlik hal şəkilçili. Yiyəlik halda olmağına baxmayaraq, hal şəkilçisini görmürük, yəni qeyri-müəyyən yiyəlik haldır. Deməli, düzgün cavab deyil. Sizin güldüyünüz çoban torpağı nizamilər, füzulilər yetirmiş. Burada siz əvəzlikdir. Kitabın ilk səhifəsindəki cümlə Rəhmanın çox xoşuna gəlmişdi. Kitabın səhifəsi, yəni mənsubiyyət şəkilçili sözlə əlaqələnib. Deməli, kitabın sözü yiyəlik haldadır və şəkilçisi də var. Deməli, düzgün cavab Y bəndi olacaq. Hansı cümlədə altından xətt çəkilmiş xüsusi isim ümumi isim kimi işlənə bilməz? Kamal cümlədə, birinci cümlədə baxsaq, Kamal sözü kiçik hərflə yazılanda da elə isim olur. Deməli, bu işlənə bilir. Bu Lalənin hazırladığı ən gözəl oyuncaq idi. Lalə kiçik hərflə yazılsa, bitki mənasında yenə ümumi isim sayılacaq. Vətən müharibəsi qəhrəmanı Vüsal məktəbdə şagirdlərlə görüşüb xatirələrini bölüşdü. Burada Vüsal sözü kiçik hərflə yazılanda da qovuşma mənasında isimdir. Sevda kənddəki qohumlarını qarşısında görəndə heyrətdən donub qaldı. Burada Sevda sözü kiçik hərflə yazılanda da yenə isimdir. Nizaminin əsərləri hələ də öz aktuallığını saxlamaqdadır. Nizami kiçik hərflə yazılanda nizami sifət sayılır. Yəni nizamlı şəkildə olan mənasında. Deməli, bu artıq ümumi isim kimi işlənə bilmir. Mətnə əsasən verilən fikirlərdən hansı doğru deyil? Deməli, sənətkardan müsahibə alan şəxs onun həyat və fəaliyyəti haqqında məlumatlı idi. Doğrudur, çünki ikinci abzasda qeyd edilir ki, onun həyatının ayrı-ayrı dövrlərinə konkret faktlar əsasında söhbət saldım. Doğru. Hadisə qış fəslində cərəyan edir. Doğrudur, çünki deyir ki, 73-cü ilin ilk günləri idi. O da yanvarın ilk günləri olduğuna görə qış fəslidir. Rəşidin babası da musiqi təhsil almış xanəndə kimi tanınmışdır. Bu yanlışdır, çünki orada qeyd edir ki, babasının dükanı var idi, kiçik bir dükanı var idi. Bu barədə məlumat yoxdur, yanlışdır yəni. Rəşidin anası müəllim kimi fəaliyyət göstərmişdir. Doğrudur, anası Firuzə xanımın müəllimlik fəaliyyətindən ikinci abzasda qeyd olunub. İşin tapşırıldığı jurnalistdən də peşəkar olanlar var idi. O da birinci abzasda qeyd olunur ki, redaksiyanın özündə yaxşı qələmli adamlar olurlar bu mövzunu mənə tapşırmaları.
qəribə gəlirdi. Bu cümlə zaten onu doğruluyur. Deməli, düzgün cavab D bəndi olacaq. Mətndə üzərində nömrə qoyulmuş sözlərlə bağlı cədvəldəki uyğunsuzluğu müəyyən edin deyir. Deməli, 1, 2, 3, 4, 5 nömrəli sözlər var. Həmin sözlərə baxacağıq. Birinci söz, deməli, təbiət, erköyün təbiətidir. Yəni, insanın təbiəti burada məcazi mənadır. Lakin burada həqiqi qeyd olunubdur. Deməli, yanlışdır. İkinci sözə baxırıq. Məni çox soyuq qarşıladı. Necə qarşıladı? Soyuq. Burada məcazi mənadadır. Doğrudur. İclasdakı etirazımdan sonra o da mənimlə soyuq danışmağa başladı. Mətndə işləndiyi məna deyir. Yəni, fərqli məna yox, eyni mənada olduğuna görə. Bu da doğrudur. Deməli, 2 düzgündür. Üçüncü sözə baxırıq. Konkret faktlar əsasında söhbət saldım. Məcazi mənada işlənibdir. Doğru yazdım. Özüm də bilmədən arxdan keçərkən əlimdəki açarı saldım. Burada əlindən düşürmək mənasındadır. Həqiqi mənada işlənib. Deməli, uyğun gəlmədi. Dördüncü söz Şuşadakı kiçik dükanından. Behbudalının Şuşadakı kiçik dükanından. Yəni, həqiqi mənada işlənib. Bu ərazidə ətrafdakı kiçik təpələr sanki bizim evimizi mühasirəyə almışdı. Burada da kiçik yenə həqiqi mənadadır. Doğru qeyd olunub. Beşinci söz isə ilişdi sözüdür. Ən çox da onunla olan müsahibəyə ilişdi. Məcazi mənada qeyd olunub. Doğrudur. Tez geri hərləndim, amma quş doğrudan da kola ilişmişdi. Buradakısı isə həqiqi mənada işlənib. Deməli, üst-üstə düşmür, doğru olmur. Uyğunsuzluq istədiyinə görə də 1, 3 və 5-ci olan cümlələri seçirik. Variantı seçirik. C bəndi. Səni o qədər get-gələ salacaq ki, axırda onunla görüşməyinin peşmançılığını çəkəcəksən. Cümləsi mətndə qarşısında Roma rəqəm qoymuş hansı hissənin tərkibini artırıla bilər? Burada təbii ki, bunun xasiyyətinin çətinliyindən söhbət gedir Rəşid Behbudovun. Bu da birinci abzasda dostlar qeyd edir ki, tanıdığım qələm dostlarından biri həmin mövzunu səni çox istədikləri üçün yox, Rəşid Behbudovun çox çətin və erköyün təbiəti olduğuna görə sənə tapşırıblar demişdi. Yəni, həmin o nitqin arasına səni o qədər get-gələ salacaq ki, axırda onunla görüşməyinin peşmançılığını çəkəcəksən. Yəni, bu məsələ, bu abzasda, bu hissədə özünü daha yaxşı doğruldur, göstərir. Ona görə cavab A bəndi olmalıdır. Mətnin üslubu ilə bağlı fikirlər, hansı fikirlər doğru deyil? Deməli, mətn bədii üslubdadır. Ona görə də dialoji nitq bu üslubun əsasını təşkil edir. Bu məişət üslubuna aiddir, yanlışdır. Xalq dilinə daha yaxındır, doğru fikirdir. Mətnə aid olduğu üslub uzun zaman ədəbi bədii dil olmuşdur. Bu bədii üslub üçün əsas xüsusiyyətlərdən birisidir. Müəyyən təhkiyə malik nəsr dilidir, zaten nəsrindəndir, doğrudur. Sərbəstliyi, təbiiliyi əsas əlamətlərindəndir. Bu məişət üslubunun xüsusiyyətidir. Ona görə düzgün cavab ilə 1 və 5 olacaq. Y bəndi. Mətndə çərçivə daxilində verilmiş ifadəni aşağıdakılardan hansılarla əvəz etmək olmaz? Çərçivə daxilində verilmiş ifadə isə vəziyyətdən çıxmaqdır. Vəziyyətdən çıxmaq üçün tez belə variant təklif etdim. Çətin vəziyyətdən qurtulmaq üçün doğrudur. Çıxış yolu tapmaq üçün belə bir təklif verdim deyə bilərik. Özünü günahkar hesab etməməklə əlaqəsi yoxdur. Səhvimi düzəltmək əlaqəsi yoxdur. Bizdə də olmayanlar istəyir. Ona görə A bəndi olacaq.
Mətndə qarşısında işarə qoyulmuş sözlərin qarşılığını müəyyən edin. Deməli, birinci söz dairə, yəni məharət sözüdür. Ona biz bacarıq deyə bilərik, qabiliyyət, hünər deyə bilərik. Sonra digər aspektlərdən nöqteyi nəzər deyə bilərik. Tərəfdən də deyə bilərik, müxtəlif tərəflərdən, prizmadan, kontekst daxili qarşılığına da yaza bilərik və s. qeyd oluna bilər. Bu birisi isə çöhrə sözdür. Çöhrə sözünə də üz, sima yaza bilərik. Mətnə əsasən cədvəli doldurun qeyd olunub. Deməli, Rəşid Behbudov və müsahibəni hazırlayan şəxs haqqında və problem hesab etmələri. Rəşid Behbudov nəyə problem hesab eləyirdi? Orada qeyd olunur ki, bəzi insanlar asan yola qaçırlar. Yəni, bəzilərinin işin asan yoluna qaçmalarını deyə bilərik. Bu problemin həll yolu da nədir? Əziyyət çəkmək, yəni əziyyətə qatlaşmaq olacaq. Müsahibəni hazırlayan nəyə problem hesab eləyirdi? Rəşid Behbudov ona deyir ki, məqaləni sadələşdir. Yəni, məqalənin sadələşdirilməsini problem hesab edir. Problemin həll yolunu nədə görür? Sualları hazırlayıb Rəşid bəyə verməsi və onun özünün, yəni Rəşid bəyin özünün cavablaması. Bu da bu formada yazıla bilər. Mətndə nöqtələr qoyulmuş boşluğa elə bir cümlə əlavə edin ki, həmin abzazdakı cümlələr bir-biri ilə məzmunca əlaqələnsin. Deməli, həmin mətndəki boşluğa nəzər yetirək. Ayrılanda bir-iki məsləhət verdi. Dedi ki, veriliş yazmazdan əvvəl onun səsi yazılmış lentlərə qulaq assın və yazını mütləq ona göstərim. Yazı hazır olanda zəng vurulub görüşdük. Yəni, bura nə qeyd edə bilərik? Dediyi kimi də etdim. Çünki yazı hazır olanda, deməli, aradan nəsə bir hadisə keçib ki, yazı hazır olub, ona görə də elə dediyi kimi də etdim və yaxud da ki, tapşırdığı kimi elədim, necə demişdirsə elə elədim və s. Bu formada qeyd oluna bilər. Mətndə verilmiş məlumatlara əsasən Rəşid Behbudov haqqında 3 fakt qeyd edin. Yəni, mətndə Rəşid Behbudov haqqında hansı faktlar qeyd olunur? Qeyd olunanlardan birisi budur ki, Müştəhid bağında müğənnilik eləyib. Müştəhid bağında müğənnilik eləməsi. Mən qısa yazıram. Daha sonra Dəmir yol texnikumunda oxuması. Sonra Ordu ansamblında çıxışlar eləməsi. Atasının Behbudalı, anasının Firuzə xanım olması və s. kimi məqamlar qeyd oluna bilər. Rəşid Behbudova görə deməli, mətnə əsasən cədvəli tamamlayın. Cədvələ baxırıq. Deməli, qeyd olunub ki, Rəşid Behbudova görə insanı xoşbəxt edir və mətndə həmin fikri təsdiq edən cümlə. İnsanı xoşbəxt edən Rəşid Behbudova görə nə idi? Zəhmət idi. Zəhmətə qatlaşmaq, əziyyət çəkmək. Onu da qeyd eləyən nədir? Nə olar? Biraz əziyyətə qatlaşın da. Mən ömrüm boyu əziyyət çəkmişəm. Bu cümlə yazıla bilər. Nə olar? Biraz əziyyətə qatlaşın. Və yaxud da ki, mən ömrüm boyu əziyyət çəkmişəm. Bu əziyyətlər məni bədbəxt yox, xoşbəxt eləyibdir. Həmin cümlələr qeyd oluna bilər. Və yaxud da ki, inandırım, zəhmətə qatlaşsanız
siz də xoşbəxt olarsınız. Yəni bu cümlələr yazıla bilər. Mətnin tərkib hissəsinə əsasən uyğunluğu müəyyən edin. Giriş, əsas və nəticə qeyd olunubdur. Kosmos yarışı, təbii ki, biz kosmos yarışını əsas hissədə görürük. Yəni müxtəlif şirkətlər, dövlətlər bura getmək üçün yarışırlar. Sonra xəyaldan gerçəkliyə, biz bunu mətnin giriş hissəsində görürük ki, o xəyalın reallaşmasından söhbət gedir. Digər hissədə qlobal problemlərin həllinə yeni münasibət, yəni o mətndə də qeyd olunduğu kimi kosmosun araşdırılması həmin problemlərə yeni bir baxış açısı gətirir. Digər bəndə baxaq, özünə yer tapmaq istəyi, insanın özünə yer tapmaq istəyinin ifadəsi kimi dəyərləndirilir nəticə hissədə. Elmi araşdırmalar üçün önəmli sahə isə elə yenə mətndə əsas hissədə qeyd olunur. Deməli 1-ə B, 2-ə C, Y, burada səhv qeyd elədim, 2-ə C, Y, 3-ə D. Deməli düzgün cavab D bəndi olacaq. Mətnə əsasən doğru olmayan fikirdir. Kosmosa maraq texnologiyanın inkişaf etdiyi son əsrlərdə insanları məşğul etmişdir. Xeyr, elə ilk abzasda da qeyd olunur ki, qədim zamanlardan insanların fikrini özünə çəkib, yəni marağında olubdur. Deməli, düzgün cavab elə A bəndi olacaq. Digər variantlar isə doğrudur. Mətnə görə kosmik tədqiqatlar hansı qlobal problemlərin həllinə yeni baxışlar qazandırmışdır? Deməli, burada müharibələr və iqtisadi böhranlarla bağlı bir məlumat yazılmır. Ərzaq çatışmazlığı və infrastruktur belə bir şey yoxdur. Yer planetinin qorunması, iqlim dəyişikliyi və resursların idarə olunması, bəli, bununla bağlı mətndə qeyd olunur. Təhsildir, enerji böhranıdır, bunlar haqqında da danışılmır. Düzgün cavab C bəndi olacaq. Aşağıdakı cümlələrdən hansı mətndə irəli sürülən fikirlərə ziddir, yəni irəli sürülən fikirlərlə bağlılığı yoxdur. Müasir dövrdə kosmos tədqiqatları beynəlxalq əməkdaşlıq çərçivəsində aparılır. Əsas hissədə bəli, bu arada qeyd olunurdu. 20-ci əsrdə elm və texnika inkişafı kosmos xəyalını gerçəkləşdirdi. Bəli, elə mətnin əsas məzmunu bundan bağlıdır. Kosmosa ilk uçuş yerdən avtomatik aparat vasitəsilə həyata keçirilmişdir. Bu da doğrudur, raketdir. Kosmosa uçuşlar yalnız hərbi məqsədlər üçün tətbiq olunur. Xeyr. Orada, yəni belə bir məsələ deyilmir. Qeyd olunur ki, şirkətlər kosmos turizmi ideyasını gerçəkləşdirmək haqqında danışırlar. Bu barədə düşüncələr var, bununla bağlı düşüncələr var. Mətndə isə hərbi məqsədlə bağlı bir məlumat verilməyib. Kosmik tədqiqatlar bizə kainat haqqında saysız məlumatlar vermişdir. Bəli, yer əsas hissədə bu barədə qeyd olunur. Deməli, doğru cavab D bəndi olacaq. Mətndə adı çəkilən və kosmos turizmini gerçəkləşdirməyə çalışan şirkətlərin fəaliyyəti hansı fikri dəstəkdir? Yəni, o şirkətlərin fəaliyyəti aşağıda verilən hansı fikirlərlə bağlıdır? Kosmik tədqiqatlar yalnız dövlətlərin maraq dairəsindən çıxmışdır. Yəni, maraq dairəsindən çıxmışdır deyəmir. Çünki yalnız onlarla bağlı deyildi. Onların maraqları hələ də davam edirdi. Eyni zamanda özəl şirkətlər də bu işdə maraqlıdırlar. Kosmos təkcə dövlətlərin deyil, həm də özəl şirkətlərin fəaliyyət meydanına çevrilib. Bəli, bunu deyə bilərik. Yəni, həmin məqam bunu göstərir. Özəl şirkətlərin kosmosda heç bir rolu yoxdur. Xeyr. Kosmos turizmi artıq uğurla başa çatmış bir layihədir. Xeyr, bu hələ plandır. Özəl şirkətlər yalnız elm mərkəzlərinə maliyyə dəstək verir. Yəni, belə bir məsələ də orada qeyd olunmur. Düzgün cavab B bəndi olacaq.
Mətnə əsasən səbəb-nəticə cədvəlini tamamlayın. Deməli, səbəb qeyd olunub, elm və texnika sahəsində nəhəng irəliləyişlər əldə edilir. Qeyd oluna bilər bura. İnsanlar yer kürəsini tərk edib kosmosa çıxmağa müvəffəq olur. Qeyd edilə bilərik. Kosmosa çıxmağa müvəffəq olur deyə bilərik. Sonra bəşəriyyətin gələcəyi üçün yeni üfüqlər açılır. Burada nə deyə bilərik? Elm və texnika kosmos sahəsində uğurlar qazanır. Kosmos sahəsində uğurlar qazanır qeyd edə bilərik. Burada 3-cü və 4-cü hissə isə artıq məlumdur ki, bir tərəf səbəbdir, bir tərəf nəticədir. Yəni, deməli, bir tərəfə səbəb yazılmalıdır, digər tərəfə isə nəticə yazılmalıdır. Məsələn, qeyd edə bilərik ki, insanlar kosmosa yol tapdılar. İnsanlar kosmosa yol tapdılar. Nəticədə nə deyə bilərik? İnsan düşüncəsinin sərhədsizliyi sübut edilir ya da edildi. Və yaxud da ki, kosmik tədqiqatlar genişləndi, qlobal problemlərin həllinə yeni baxışlar yaranır. Bu da qeyd oluna bilər təbii ki. Bu hadisə təkcə elmi deyil, həm də mənəvi baxımdan bəşəriyyətin ən böyük nailiyyətlərindən biri sayılır cümləsi. Mətndə neçənci abzasın sonuna artırmaq olar cümləsini, mətndə neçənci abzasın sonuna artırmaq olar və fikrinizi əsaslandırın deyilir. Deməli, burada bu hadisə təkcə elmi deyil, həm də mənəvi baxımdan bəşəriyyətin ən böyük nailiyyətlərindəndir. Yəni, belə bir cümlə təbii ki, yenilik olan bir hissəyə gəlməlidir. Həmin yenilik olan hissə isə abzaslara baxdığımız zaman görürük ki, birinci abzasda qeyd olunur ki, çoxsaylı alim və ixtiraçının araşdırmalarına səbəb olmuşdur. 20-ci əsrdə elm və texnika sahəsində əldə edilən nəhəng irəliləyişlər nəticəsində bu xəyal gerçəkliyə çevrilir. İnsan ilk dəfə yer kürəsini tərk edib kosmosa çıxmağa nail oldu. Və bu cümlədən sonra, yəni o kosmosa çıxma hadisəsi, bu hadisə təkcə elmi deyil, həm də mənəvi baxımdan bəşəriyyətin böyük nailiyyətlərindən biri sayılır. Yəni, birinci abzas qeyd oluna bilər və bu hissəyə qeyd oluna bilər ki, çünki birinci abzasda bəşəriyyət üçün yeni nailiyyət olan kosmosa çıxmaqdan danışılır. Və sonraki abzaslarda isə sualda qeyd edilən, yəni burada qeyd edilən elmi və mənəvi nailiyyətlərin mahiyyəti açıqlanır. Yəni o əlavə edilən cümlədə həmin nailiyyətlər açıqlanır. Ona görə bu məzmunda fikirlər qeyd oluna bilər.